Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası hökuməti sədrinin müavini, hökumətlərarası komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib. Görüş zamanı Rusiya tərəfi regionda mövcud olan mürəkkəb və gərgin vəziyyət fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ dəstəyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib. Söhbət əsnasında Azərbaycan-Rusiya münasibətlərinin gündəliyinə daxil olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, iki ölkə liderlərinin 2025-ci il oktyabrın 9-da düşənbədə keçirilmiş görüşündə əldə olunmuş razılaşmalara uyğun olaraq 2024-cü il dekabrın 25-də Azala məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yaranmış problemlərin həlli məqsədi ilə yaxın vaxtlarda kompleks praktiki addımlar atılacaq. Görüşdə Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı iqtisadi, ticari, investisiya, sənaye və nəqliyyat logistika sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda regionda nəqliyyat əlaqələrinin inkişaf perspektivləri müzakirə edilir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə işlərin davam etdirilməsi üçün ortaq niyyət bir daha təsdiqlənib. Söhbət zamanı bir sıra humanitar məsələlərə də toxunulub. Görüş Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinə xas olan ənənəvi dostluq və konstruktiv mühitdə keçib.